Bu gün sizə İxtisas seçimi barədə məlumat verəcəyik. Elçin müəllim, ixtisas seçimi vaxtı gələndə valideynlərin ən böyük həyəcanı başlayır. Hamı qaça-qaçdadır ki, övladı dövlət universitetlərində oxusun. Niyə belə özəllərdən qorxurlar? Qorxmaz müəllim. Gəlin sualı belə qoyaq. Böyük universitet yoxsa böyük məqsəd? Valideynlərin illərdir bitməyən bir qorxusu vardır. Aman günüdür, övladım özəl universitetə düşməsin. Hətta bəzi valideynlər elə bilir ki, özəl universitetlərin diplomu keçmir. Orada təhsil keyfiyyətsizdir. Razıyam, bu qorxunun kökü var. Vaxtilə Azərbaycanda bağlanan, standartlara cavab verməyən bir neçə özəl universitetlər oldu. Bu da insanlarda haqlı bir şübhə yaratdı. Amma bugünün reallığı tamamilə fərqlidir. Lisenziyası olan bütün özəl və dövlət universitetləri dövlətin birbaşa təhsil sisteminə tabedir və diplomları hüquqi olaraq bərabərdir. Dünyanın ən güclü universitetləri Harvard, MIT, Oxford kimi universitetlər özəldir. Azərbaycanda da Xəzər kimi elə özəl universitetlər var ki, bir çox dövlət universitetindən daha müasir standartlara cavab verir. Onda fərq hardadır? İnsanlar niyə hələ də brend adların ardınca qaçır? Gəlin məsələnin ən vacib tərəfini danışaq. Universitet nə qədər adlaşmış olursa olsun, heç bir ali məktəb tələbəyə sihirli çubuq vermir. Əsas məsələ universitetin adı yox, tələbənin özünü yetişdirməsidir. Əgər bir gənc 4 il boyunca sadəcə leksikalarda oturub imtahanı yola verirsə və heç bir mütaliə etmirsə, heç bir xarici dil öyrənmirsə, onun diplomunda nə yazılmasının heç bir önəmi yoxdur. Yəni deyirsiniz ki, sabah işə düzələndə heç kəs diplomun adına, rənginə baxmayacaq. Xeyr, baxmayacaq. Bugün beynəlxalq şirkətlər, böyük holdinglər heç birisi tələbəni işə götürərkən ondan soruşmur. Diplomun özəldir, yoxsa dövlətdir. Götürənin cəmi 3 tələbi var. Bu tələbə nəyi tətbiq edə bilir? Tələbə xarici dili hansı səviyyədə bilir və tələbə problem həll edə bilirmi? Özünü inkişaf etdirən, beynəlxalq kurslara qoşulan hər bir tələbə universitetdən asılı olmayaraq hər zaman birinci sırada olacaq. Olaraq nə tövsiyə edərdiniz valideynlərə? Siz valideynlər, övladınızın gələcəyini universitetin divarlarına yox, onun öz əzminə, öz öyrənmək həvəsinə əmanət edin. Çünki parlaq gələcəyi universitetin adı yox, tələbənin öz zəhməti tikir. Övladınızın praktiki biliklər qazanması və gələcəyə hazır olması üçün AQ Akademiya ilə əlaqə saxlayın. Bəs siz bu barədə nə düşünürsünüz? Universitetin adı yoxsa tələbənin özü vacibdir? Rəylərdə yazın.